günlərdə ölkə parlamentində çıxış edən Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi üzrə razılığın əldə olunduğunu və danışıqların yekunlaşdığını bildirib. O, bu sənədi Ermənistan xalqı adından imzalamağa hazır olduğunu desə də, bəyanatlarında ziddiyyətli məqamlar yer alıb. Paşinyan Azərbaycanın iki əsas şərtini, ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasına dəyişiklik edilməsini danışıqların mövzusu kimi təqdim edib. O, Minsk qrupunun ləğvini qəbul etdiyini desə də, bunun yalnız sülh sazişi ilə eyni vaxtda bəyanat şəklində rəsmiləşdirilməsini istəyir. Konstitusiya məsələsində isə Paşinyan ikili mövqe nümayiş etdirir. Bir tərəfdən deyir ki, Azərbaycan bu məsələni bəhanəyə çevirmir və səmimidir. Digər tərəfdən bildirir ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi sazişi əsas qanuna zidd hesab etsə, ölkə sülh və münaqişə arasında seçim qarşısında qala bilər. Bu isə onun sülhə sədaqətindən çox məsuliyyəti məhkəmə instansiyalarının üzərinə atmaq cəhdi kimi görünür. Beləliklə, Paşinyan bir tərəfdən sülhə hazır görünsə də, digər tərəfdən müxtəlif şərtlərlə prosesi ləngitmək istəyir. Əsas məqsəd isə Qərbin təzyiqləri ilə konstitusiyada dəyişiklik etmədən sazişi imzalamaq və gələcəkdə revanşist addımlar üçün hüquqi əsas saxlamaqdır. Son dövrlərdə Ermənistan silah idxalını artırıb, Azərbaycanla sərhəddə hərbi qüvvə və texnika toplayıb. Bütün bu amillər onu göstərir ki, Ermənistan sülh prosesini ciddi şəkildə təhlükə altına atır. Azərbaycan isə bu vəziyyətə qarşı prinsipial, açıq və ardıcıl mövqe nümayiş etdirir.